Bəli uşaqlar, axşamınız xeyir. Növbəti 19-cu testimizə baxırıq. 3-cü qrup sınaqlar toplusu. Deməli, birinci testdə yazılıb ki, Şumerlər və Lulubilərin tarixinə aid ümumi cəhəti müəyyən edin. Eradan əvvəl 2-ci minillikdə yaranması səhvdir, çünki Lulubilər 3-cü minillikdir, Şumerlər də 3-cü, 4-cü minillikdir. Assur dövlətinə qarşı mübarizə aparılması Lulubilərə aiddir. Eradan əvvəl 2-ci minillikdə Şumerlərə aid deyil. Akkadlarla iqtisadi əlaqələrin saxlanılması, bu da deməli Şumerlər, yəni Akkadlarla iqtisadi əlaqələr demək olar ki, saxlamayıb, amma Lulubilərdə Mesopotamiya əlaqələri olub. Sonra baxırıq bir dəqiqə. Bəli. Baxırıq növbəti miqyas sisteminin istifadə olunması düzdür. Çünki həm Lulubilər, həm Kutilər, həm eyni zamanda Şumerlər hamısı miqyas sistemindən istifadə etmişlər. Mesopotamiyanın Vahidada birləşdirilməsi də bilirsiniz ki, Akkadlara aiddir. Eradan əvvəl 3-cü minilliyə təsadüf edir və Şumer Lulubilərə aid deyil. Yəni cavabımız burada oldu D variantı, miqyasdan istifadə olunması. Baxırıq ikinci suala. Deyir, daha sonra baş vermiş, inşa olmuş memarlıq abidəsidir. Daha sonra. Deməli, baxın, burada Şahbulaq qalası var. 18-ci əsr Qarabağda yerləşir. Cavabımız A-dır. Ərk qalası var. Yəni, Əlişah məscidi 13-14-cü əsr Təbrizdə yerləşir. Kələxana məqbərəsi Şamaxıdadır 17-ci əsr. Gülüstan qalası 12-ci əsrdir. Cavanşir qalası isə 7-ci əsr Alban memarlıq abidəsidir. İsmailidə yerləşir. Cavabımız olur A variantı, Şahbulaq qalası. Daha sonranı soruşur. Sonra xəritədə ulduzla işarələnmiş şəhərin 13-14-cü, yox, 10-cu, 13-cü əsrlər tarixinə aid xüsusiyyəti soruşulur. Burada ulduz görürsünüz Urmiya gölünün aşağı hissəsidir, yəni Marağa şəhərinə aiddir. Keçirik variantlara. Sacilər və Hülakülər dövlətinin paytaxtı olmuşdur. Bəli, 10-cu əsrdə Sacilərin, 13-cü əsrdə isə Hülakülərin. Deməli, biri götürürük. Bizans Gürcü feodallarının hücuma məruz qalmışdır. Səhvdir. Şirvanşahlar dövlətinin tərkibində olması səhvdir. Cənuba aid deyil. Monqolların deməli və Xarəzmşahlar Cəlaləddin hücuma məruz qalmışdır. Düzdür. Cavabımız olur Y variantı. Çünki deməli, bilirsiniz ki, Marağa şəhəri 13-cü əsrdə həm Monqollar, həm də Cəlaləddin hücuma məruz qalıb, həm də Cəlaləddin orada təmir bərpa işləri aparmışdır. Əmir Teymura qarşı ciddi müqavimət göstərməsi, bilirsiniz ki, Əmir Teymur 1386-da hücum etmişdir. Yəni, 1386-cı il 14-cü əsr olduğu üçün onu götürmürük. Cavabımız olur Y variantı. Sonra uşaqlar deyir, Venn diaqramda uyğun bəndləri müəyyən edin. Burada yazıb 20-ci əsrin 1-ci rübü, yəni 1925-ci ilə qədər. Şimali Azərbaycan, Cənubi Azərbaycan. Mövcud rejimə qarşı əhali etirazının baş verməsi düzdür. Məsələn, Cənubi Azərbaycanda Xiyabani 17-20, Şimali Azərbaycanda da ki, bilirsiniz ki, ölkəmizdə kəndli tətilləri çoxalmışdı, fəhlə hərəkatı var idi, fəhlə qələbələri var idi və s. Deməli, A variantı ortağa aiddir. Azərbaycan adının Azadsıstanla əvəz olunması Cənubi Azərbaycan 2-yə B variantı aiddir. 1920-ci ildə adlanıb. Türk müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququ verilməsi Azərbaycan Xalq Cümhuriyyətindədir. Yəni Şimali Azərbaycan 1918-ci il parlament seçkiləri olan zaman. Şəhərdə ilk seçkili orqan əncümənlər deyilsə Cənubi Azərbaycan məşrutə hərəkatı 2-yə aiddir. Müstəqilliyin Paris konfransının Ali Şurası tərəfindən tanınması isə Şimali Azərbaycana aiddir. Yəni, deməli cavabımız olur 1 C, Y, 2 B, D, 3 A, yəni C variantı. Sonra 5-ci suala baxırıq. Deyir, Avropa Hun dövlətinin tarixinə aid səbəb-nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Tanrı xanın qərb Hunlarının başçı seçilməsi, Ostkut krallığının məğlub olması xeyir. Bilirsiniz ki, bunu Balamir məğlub etmişdi. Hunların Macaristanda məskunlaşması, İdil çayından Dunay çayına qədər ərazilərin Hunların nəzarətinə keçməsi düzdür. 3. Attilanın 434-cü ildə Qərbi Roma imperiyası ilə müqavilə imzalaması. Uşaqlar, 434-cü ildə Attila Şərqi Roma imperiyası ilə Bizansla müqavilə imzalayıb, ona görə 3 səhvdir. Yəni, heç buna baxmırıq. Sonra, Katolan döyüşünün baş verməsi 451, döyüşdən sonra biraz yaxşı düşməyib,
qotların cəzalandırılması yazıb. Düzdür. Deməli cavabımız olur 2 və 4. Attilanın müəmmalı şəkildə ölümü 453. 476-cı ildə Avropada Hun dövləti süqut etdi. Səhvdir, çünki ondan sonra hələ oğlunun hakimiyyəti var. Yəni ona görə cavabımız oldu 2 və 4, yəni D variantı. 6-cı suala baxırıq. Azərbaycan Səlcuqların dövründə baxın uc torpaqları var. 11-12-ci əsr ucqar sərhədlər üçün. Biri A-nı götürürük. Silah bahası vericidir, o da var. B-ni də götürürük. Malcəhət 15-ci əsrdir, məhsul vergisi səhvdir, götürmürük. Monqolların dövründə İncu var, hökmdar və ailəsinə məxsus torpaqlar götürürük. Xaraq Sasanilərə aiddir, götürmürük. Qoptur isə Monqollara aiddir, köçəri maldarlardan idi, sonra Zan Veysinə çevrildi, götürürük. Yəni 1 A-la B variantı, 2 isə A-la C variantı. Cavabımız oldu D variantı. 7-ci sual. Deyir, 1-ci əsrin 30-cu illərində baş vermiş hadisələri müəyyən edin. Albaniyanın Romadan asılı hala salınması, Eradan və 36 götürürük. Qanıq döyüşü 66 səhvdir. Atropatenanın Fraspa döyüşündə Roma qoşunları üzərinə qələbəsi 36 düzdür 1-3. Albaniya xristianlıq dini bizim eramızdır səhvdir. Çinlərin ölkəni tutması Eradan və 36-dır düzdür. Cavabımız olur 1-3-5 Y variantı. Sonra 8-ci sual. Səlcuq sultanı 1-ci Toğrul və Şah İsmailin hakimiyyət dövrünə aid ümumi cəhəti müəyyən edin. Uşaqlar bax, 1040-cı il Dəndənəkən döyüşündən sonra Toğrul Qəzənləri məğlub etdi. Elə ondan sonra da sərhədləri Amudədən Fərəd çayına qədər uzandı. Şah İsmail də 1510-cu ildə Mərv döyüşündə Amudədən Fərəd çayına qədər əraziləri özünə tabe edə bilmişdi. Yəni cavabımız olur A variantı. Başqa variantlarda baxıram ki, heç uyğun gəlmir. Keçmiş müttəfiqlərlə mübarizə aparmaları və onlar üzrə qələbə səhvdir. Avropa ilə diplomatik əlaqələr Şah İsmaildir, amma Toğrul səhvdir. Verginin toplanmasını icarəyə verməsi yox, vergi islahatı var. Məsələn, deməli Toğrulda vahid ölçəki pul, amma icarə sistemi yoxdur. Şeybanilər də ki, Şah İsmailə aiddir, Toğrula aid deyil. Sonra baxırıq buradan 9-cu suala. Birinci Göytürk və Qaraxanlı dövlətinə aid oxşar cəhət. Dövlətin iki yerə parçalanması yaxşı düşməyib, düzdür. Niyə? Çünki dövlət elə 588-ci il 1-ci Göytürk, 1042-ci il Qaraxanlı dövləti iki hissəyə parçalanıb. Ona görə cavabımız olur A variantı. Xarəcimçilər tərəfindən süquta uğradılması bu Qaraxanlıdır. Avropa dövlətləri ilə siyasi əlaqələr saxlanması heç biri. İslam dini rəsmi din kimi qəbul etməsi Qaraxanlıdır. Mərkəzi Asiyadakı bütün türk tayfalarını vahid dövlət tərkibində birləşdirməsi, o da ki, 2-ci Göytürk buna təşəbbüs göstərib, aid deyil bunlara. Ona görə təkcə cavabımız qalır A variantı. Uşaqlar, burada yazıb ki, Donald Trump, prosto bu bilməyəm, çox pis düşüb burada səhv etmirəmsə, Donald Trump'ın birinci prezidenti dövründən fərqli olaraq John Bideni soruşur. Rusiya ilə münasibətləri qaydaya salmaq üçün bir sıra addımlar atdı, səhvdir. Bu Trump'dır. Vergi, sosial təminat, təhsil sahəsində islahatların keçirilməsi var onsuz hər ikisində. Rusiyaya qarşı sərt çıxışlar etməsi bəli John Bidendir. 3. Ölkədə iqtisadi böhranın nəticələrini aradan qaldırmağa diqqət yetirməsi xeyr, fərq deyil. Rusiya-Ukrayna müharibəsində Ukraynaya hərbi və mali yardım etməsi John Bidenə aiddir. 3-5 cavabımız olur Y variantı. 11-ci sual deyir, Birinci Dünya müharibəsi Birinci Dünya və İkinci Dünya müharibələrinin oxşar cəhətlərindən deyil. ABŞ-ın müharibəyə sonradan daxil olması düzdür. 42-ci ildə 41-ci ilin dekabr ayında 2-ci Dünya müharibəsi, 1917-ci ilin aprel ayında 1-ci Dünya müharibəsi. Müharibədə Almaniya və onun müttəfiqlərinin məğlub olmaları, bu da yəni oxşar cəhətdir. Böyük Britaniya və Fransanın müharibədə iştirak etməsi də oxşar cəhətdir. Almaniyanın öz ərazisinin bir hissəsini itirməsi də onsuz da hər ikisində var. Almaniyanın keçmiş müttəfiqi İtaliyaya müharibə elan etməsi, bu deməli uşaqlar, bəli, oxşar cəhət deyil. Çünki bu Birinci Dünya müharibəsindədir. Caporetto döyüşü. 2-də belə bir şey yoxdur. Sonra səbəb-nəticə əlaqələri pozulmuşdur. Azərbaycan Mərzbanı İsfəndiyarla ərəblər sülh bağlayıb Cərmədan döyüşündən sonra düzdür. 643-cü il. Tiflis xilafətin tərkibinə daxil oldu. Savalan dağı yaxınlığında döyüşdən sonra səhvdir. Çünki 644-də daxil olub. Savalandakı 731-dir. Ona görə biz 2-ni götürürük. Vergi yığılmasına nəzarət edirdi.
deməli, amil titulu daşıyan məmur, bu da düzdür, ərəblərin dövründə. Ərəblərin köçmə siyasəti davam edib 11-ci əsr yox, 9-cu əsrin birinci rübünə kimi. Ona görə cavabımız olur burada həm 2, həm də 4 B variantı. Xürrəmlərin istinadgahı idi Bəzz qalası, bu da düzdür. Cavab 2-4 B-dir. Sonra 13-cü sual. Yazıb ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ümumi cəhətləri deyil, yəni oxşarlıq deyil. Xidmətə görə yarımköçərə əyanlara soyurqal adlı torpağın paylanılması düzdür, oxşarlıqdır. Hökmdardan sonra ikinci şəxs əmr əl-ümaradır, bəli. Dövlətin daxili həyatında yarımköçərə əyanlar və digərləri mühüm rol oynaması düzdür. Ordunun əsasını atlı qoşun təşkil etməsi düzdür. Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaratmaları səhvdir. Yəni çünki Osmanlı dövləti ilə Qaraqoyunlular müharibə aparmayıb. Cavabımız olur Y variantı. Sonra 14-cü sual. Deyir ki, uşaqlar, bax xəritədə ərazisi göstərilmiş xanlığa aiddir. Deməli, burada Qarabağ xanlığından danışır. Nadir Şahın hakimiyyəti dövründə meydana çıxan ilk xanlıq bu şəkildə səhvdir. Azəbin torpaqlarının şimal-şərq hissəsini birləşdirməyə nail olub Qubadır, bu da səhvdir. Qazax Borçalı torpaqlarının Gürcü tərəfindən, əsatirindən azad edib, yəni təsirindən. Bu şəkidir, bu da səhvdir. Ballı Qaya döyüşündə qələbə qazanması Qarabağa aiddir. Məlikləri məğlub edib, ona görə cavabımız D-dir. Azərbaycan bütün cənub xanlıqlarını asılı vəzifə salmışdır. O da bütün sözünə görə səhvdir. Amma Təbrizi, Qaradağ özünə tabe edə bilmişdi. Özü isə Urmiyadan asılı olmuşdu. Sonra baxırıq burada biz 15-ci suala. Burada bəli, yaxşı düşüb. Deməli yazılıb ki, deməli o Almaniya Federativ Respublikasının ilk kansleri seçildi. Aferin. Sonra Bonn şəhəri dövlətin paytaxtı oldu. Sovet işğal zonasında isə Almaniya Demokratik Respublikası. Söhbət uşaqlar 1949-cu ildən gedir. Afer və Aderin yaranması. Hakimiyyətdə də ilk kansler Adenauer idi. Onun dövründə də sonra deyir ki, Berlin sədləri çəkildi. Sonra deyir mətndə bəhs onu Aferin kansleri, yəni Aferi soruşur. Avropanın qütbləşməsi səhvdir. Şərqi Avropanın müharibədən sonraki sərhədlərin tanınması bilirsiniz ki, bu Willy Brandtdır. Almaniyanın birləşdirməsi Helmut Kohldur. Aferin beynəlxalq mövqeyin güclənməsi düzdür. Cavabımız D-dir. Avropa İqtisadi Birliyində iştirak edib. Fransa ilə münasibətlər pisləşməsi səhvdir. Əslində qərb dövlətlərindən əlaqəsi yaxşılaşmışdı. Sonra yazıb ki, 16-da Tiflis müsəlman əmirliyi mövcudluğu dövr. Bunun 8-ci əsrin 30-cu illərindən 1122-yə qədər götürməlisiniz. Türk tayfalarının Azərbaycan ərazisində məskunlaşması Oğuz türkləri 1028, 11-ci əsr düzdür. Bu variantımız A-dır. Usta Bəndərin üsyanı 1231-dir. Tiflis əmirliyi 1122-də süqut edib. Monqolların Azərbaycan 3-cü yürüşü 1256-dır. O vaxt yox idi. Xəzərlərlə ərəblər arasında Bələncər döyüşü 643-53, onda Tiflis əmirliyi yoxdur. Xilafət tərəfindən Albaniya Mehranlar sonrasında hakimiyyət son qoyulması 705, onda da yox idi. 30-cu illərdə yaradılıb. Cavabımız qalır A variantı. 17-ci sual deyir ki, uşaqlar 1605-ci il Sufyan, 1735-ci il İrəvan bölgəsindəki baş vermiş döyüş, yəni Üç Müəzzin döyüşü. Bax, bu döyüşlərdə Səfəvilər burada Şah Abbası idi, qalib gəlib. Burada da Nadir Sərkərdə idi, qalib gəlib. Osmanlı qoşunlarının Səfəvi torpaqlarını qismən tərk etməsi o səhvdir. Çünki bu döyüşdən sonra tamamilə tərk ediblər 35-dən sonra. 1605-də isə qismən idi. Osmanlı dövlətinin yeni ərazilərə keçirməsi səhvdir, məğlub olublar. Səfəvi dövlətinin süqut etməsi o səhvdir, o 36-cı ildir. Qalib gəlməsi doğrudur. Cavabımız olur D variantı. Rus tacirlərinə gömrüksüz ticarət imtiyazlarının verilməsindəki bilirsiniz 1667-ci ildə var, 1717-ci ildə var və s. Sonra 18-ci sual deyir, Kür Araz mədəniyyəti üçün səciyyəvidir. Söhbət erkən Tuncdan gedir. Dini ayinlərin xüsusi ibadət evində keçirilməsi düzdür. İbadətgahlar. Erkən Tunc dövrü. Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda Maxda və Kültəpə. Cavabımız olur A bəndi. İlkin şəhər mərkəzlərinin Orta Tunc səhvdir. Boyalı qablar mədəniyyəti Orta Tunc səhvdir. Ayaqla hərəkət gətirən duluz saxları Son Tunc səhvdir. İdarə etmənin adlı sanlı adamların əlində toplanması bu da səhvdir. Son Tuncdan sonra. Sonra Qızıl Ordu və Hülaçar dövlətinin tarixinə aid oxşar cəhət soruşulur 19-cu sualda. Deməli,
13-cü əsrdə meydana gəlməsi düzdür. Qızıl Ordu 1243, Hülakülər 1258, 1. İslam dininin dövlət səviyyəsində qəbul olunması, Qızıl Ordu dövlətində də var, İslam dini qəbul olunub, Özbəyin dövründə, Hülakülərdə də var, Qazan xanı dövründə. Azərbaycan torpaqlarıyla mübarizə aparmaları da düzdür. Həm Qızıl Ordudur, həm də Hülakülərdir. Cavab 1, 2, 3-dür. Bax, Qızıl Ordu Azərbaycan torpaqlarına ilk dəfə elə Hülakü xanın dövründə hücum edib. Yəqin bilirsiniz. Sonra Toxtamış hücum edib. Bilirsiniz də, o da deməli Hülakülərin süqutundan sonra da davam edib yəni. 4. Abbasilər xilafəti ilə mübarizə aparmaları səhvdir. Deməli, Hülakü dövləti onun nəticəsində yaradılıb, süqutu, sonra Qızıl Ordu aparmayıb. Müstəqil xanlıqlara parçalanan Qızıl Ordudur. 15-ci əsrdə Qazan, Həştərxan, Krım, birisi də Sibir Noğay ordusu. Dövlətin paytaxtının Təbriz şəhərinin olması, o da birisi Hülakülər dövlətinə aid deyil, Qızıl Ordu dövlətinə aid deyil. Saray Batı şəhəri idi paytaxt. Cavabımız olur D variantı. 20-ci sual. Azərbaycan 1918 və 98-ci il tarixinə aid ümumi cəhətdir. Azərbaycanlı əhalinin öz doğma torpaqlarından zorla qovulması səhvdir. Bu deportasiyadır. 48-53 və 88-91. Tiflisdə Azərbaycan səfirliyinin açılması da səhvdir. 1919-da da var. Bizdə Gürcüstana əlaqə. 18-də yoxdur. Türkiyənin Azərbaycan müstəqilini tanıması, ümumiyyətlə Türkiyə, Osmanlı 1918-dir, Türkiyədə 1991-dir. Təbrizdə Azərbaycan Respublikasının Baş konsulluğunun fəaliyyət başlaması da 20-ci il və 2004-dür. Cavab senzuranın ləğvidir. 18 Azərbaycan Xalq Cümhuriyyəti mədəni tədbiri, noyabr ayı, 2-ci hökumət kabineti, 98-dəki Heydər Əliyevin birinci prezidentliyi dövrü. Cavabımız olur Y variantı. 21-ci sual. Birinci Dünya müharibəsindən fərqli olaraq, İkinci Dünya müharibəsində Türkiyə. Ümumiyyətlə uşaqlar, burada şərtdə biraz problem var. Birinci Dünya müharibəsində Türkiyə yox, Osmanlı idi. Birtərəfli siyasət yürüdürdü, düzdür. İkinci Dünya müharibəsində Türkiyə birtərəfli siyasət yürütdü. 45 fevralında müharibəyə qoşuldu. Almaniyaya müharibə elan etdi. Bəli, Yaponiyaya, Almaniyaya. Cavabımız olur A variantı. İtaliya müharibə elan etdi. Bilirsiniz ki, bu deməli Birinci Dünya müharibəsi illərində deməli var. İkinci Dünya müharibəsi illərində yoxdur. Birinci Dünya müharibəsində necə var uşaqlar? Əslində İtaliya özü keçmişdə Antant tərəfinə Osmanlıya qarşı, yəni Türkiyədə səhvdir orada. Eyni zamanda Almanlara qarşı, yəni 3-lərə, sonra 4-lərə qarşı. Faşist Almaniyası ilə müttəfiqlik münasibət saxlaması, faşist sözü səhvdir. Birinci Dünya müharibəsində heç faşist Almaniyası yox idi. Türk dövlətlərindən ibarət yeni bir ittifaq yaratdı, səhvdir. Millətlər Cəmiyyəti də Birinci Dünya müharibəsindən sonra yaradılıb. 1919-cu il məqsəd xalqların öz müqəddəratını təyin etmə hüququnun verilməsi idi. Yəni, cavabımız oldu burada A variantı. 22-ci sual. Məntiqi ardıcılığı deyir tamamlayın. SSR-i yenidən qurma və aşkarlıq siyasət xətti həyata keçirdi 1985-ci il. Sonra SSR ərazisində separatizm meylləri artdı. Üçüncü, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü seçildi. Bu səhvdir. BMT Təhlükəsizlik, biz BMT 92-də qoşulmuşuq. SSR onda heç yox idi. Azərbaycan dünyanın ən çox qaz istehsal edən ikinci ölkəsi səhvdir. Bütün qonşu dövlətlərlə münasibət gərginləşməsi ola bilməz. Avropa dövlətləri ilə yeni qonşuluq siyasətinə imtina etdi. Bu da yanlış fikirdir. Azərbaycan ərazi bütövlüyü pozuldu, bəli. Ondan sonra ərazi bütövlüyü pozuldu və 1-ci Qarabağ müharibəsi başladı. Sonra baxırıq biz burada növbəti suala, yəni 23-cü sual. Biraz yaxşı düşməyib. Deyir ki, Azərbaycan ordusu Qarabağ bölgəsində 2023-cü ilin sentyabrında keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsidir. 1. Böyük qayıdışa dair birinci dövlət proqramı həyata keçirilməsi 2022-26-dır. Yəni başlaması 22-dir, səhvdir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində öz suveren hüquqlarını bərpa etməsi düzdür. Yəni 2-ni götürürük. Qarabağ silsiləsində Qırğız və Sarıbaba bu 2022-ci ildir. Qisas əməliyyatı səhvdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, düzdür. Cavab olur 2 və 4. Laçın şəhərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi 2022-ci ildir. Ona görə səhvdir. 2 və 4 doğru cavabdır. 24-cü sual. Eradan əvvəl 3-cü əsrdə olanları tapın. Pun müharibəsinin başlanması düzdür. 264.
Çində xan sülaləsinin hakimiyyətdən devrilməsi bizim eramızdır, səhvdir. Romada qladiator döyüşlərin keçirilməsi Erdəm 3-cü əsr düzdür. 1-3. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi bizim eramızın 1-ci əsri səhvdir. Atropatena hökmdarı Artabazdın Selevklərdən asılılıq qəbul etməsi. Burada fikir səhvdir. Yəni Artabaz səhvdir. Bilirsiniz də yəqin. Artabazan idi 223-cü ildə. Ona görə 5-i götürmürük. Romada vətəndaşların qanun qarşısında bərabər olması, bəli, düzdür, Erdəm 3-cü əsrdən etibarən Patrisi plebe mübarizəsinin nəticələrindən idi. Deməli cavabımız oldu 1, 3, 6. Sonra baxırıq 5-ə. İlham Əliyevin 4-cü prezidentliyi dövrü soruşulur. 4-cü prezidentliyi olub uşaqlar 2018-ci ildən 2023-cü ilə qədər. Seçkilər də fevral ayında keçirilib 23-cü ilin. Baxırıq nəyə? Deməli, 4-cü prezident dövrü deyil. Dünya Azərbaycanlıların 3-cü qurultayının keçirilməsi, o yoxdur, kitabda da çıxarılıb 2011. Qarabağ bölgəsində antiterror əməliyyatı 2023-dür. Bəli, antiterror tədbirləri. Sonra Talış kəndi və Lələtəpənin azad olunması, deməli, aiddir. Bu bilirsiz 2016 aprel döyüşləri. Xankəndə hərbi paradın keçirilməsi, bəli, 2023-cü ildir, oktyabr ayıdır. Sonra informasiya müharibəsi cavab 2-4-dür. İnformasiya müharibəsində hücum diplomatiyasının rəayət edilməsi də 2004-dür. Baxın, İlham Əliyevin birinci prezidentliyi 2003-dən 8-ə qədərdir. İkincisi 8-dən başlamışdı, 13-ə qədərdir. Üçüncüsü 13-dən başlandı, 18-ə qədər. Dördüncüsü də 18-dən başlandı, 23-cü ilə qədər davam etdi yəni. Sonra baxırıq 26-ya. Xronoloji ardıcılığı deyir, müəyyən edin. Əmir Teymur Azərin ikinci yürüşü 1392-dir. Sonra Cəlalilər dövlətinin yaranması 1340-dır. Sonra Teymurlərin Qaraqoyunlar arasında Bağdad döyüşü 1394-dür. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması isə 1406-cı ildir və qısa müddətdə azmi torpaqlarını birləşdirmişdir. Sonra baxırıq 27-ci suala. Deyir ki, 1-ci Respublika dövrü, 2-ci Respublika və 3-cü Respublika dövrü. İlk konstitusiyanın qəbul edilməsi aiddir, deməli, 1921-ci il 2-ci Respublika dövrü, 2-yə aid A bəndi. Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzv olması 1992-ci il 3-cü Respublikası, 3-ə aiddir B variantı. İlk parlamentin yaradılması 1918, Azərbaycan Xalq Cümhuriyyəti, 1-ə aiddir C variantı. Müəllimlərin birinci qurultayın keçirilməsi heç birinə aid deyil, 1906-dır. İlk milli operanın səhnəyə qoyulması da heç birinə aid deyil, 1908-dir. Cavabımız oldu 1C, 2A, 3B. Sonra situasiyaya baxırıq. Deyir, 1-ci Dünya müharibəsində Osmanlı İmperiyasının məğlubiyyəti 1918-ci ilin sonlarında ermənilərin yenidən fəallaşmasına şərait yaratdı. Artıq dövlət siyasəti səviyyəsində qaldırılan dənizdən dənizə böyük Ermənistan ideyaları yerli türk əhalisinə görünməmiş müsibətlər göstərdi. Belə bir vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas vəzifə erməni dəstələrinin zorakılığının qarşısını almaq və Ermənistanla normal qonşuluq münasibətlərini yaratmaq idi. Azərbaycan hökuməti dəfələrlə müraciət etsə də, himayədarından dəstək alan Ermənistan öz təcavüzkar siyasətini dayandırmadı. Bu səbəbdən nəinki iki dövlət arasında normal münasibətlər yaratmaq mümkün oldu, yəni olmadı. Ermənistan hətta açıq və gizli şəkildə qonşuluğundakı qədim Azərbaycan torpaqlarını işğal etmək yolunu seçdi. 28-də deyir ki, mənbəyə əsasən Ermənistanın işğal etmək istədiyi Azərbaycan bölgələrindən ikisinin adını yazın. Uşaqlar, bu vaxtı, yəni söhbət 18-ci ildən gedir. Həm Naxçıvan, həm Qarabağ, həm də Zəngəzur torpaqlarını işğal etmək istəyirdilər. Sonra baxırıq digər 30-cu 29-a. Xalq Cümhuriyyətinin mənbədə bəhs edilən təcavüzdən qorumaq üçün yaratdığı iki qurumun adını yaz. Burada uşaqlar 1919-cu ilin yanvar və fevral ayında yaratdığı Qarabağ və Naxçıvan General Qubernatorluğundan söhbət gedir. Məqsəd həmin ərazidəki soyqırımın qarşısını almaq idi. Sonra 30-da deyir ki, Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün mənbədə bəhs edilən təcavüzkar dövlətin həyata keçirdiyi tədbirlərdən ikisini yazın.
İkisi odur ki, bölgədə həm qiyamlar təşkil edirdi, bir də gizli yolla Sovet Rusiyasına danışıqlar aparırdı ki, torpaqlarımızı işğal etsin. Yəni bunları yazsanız kifayət edir. Baxırıq 20-ci suala. 20-ci sual, yəni sınağa. 20-ci sınaqda birinci sual yazıb ki, ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısını aldığı müsəvilik dövlət dini elan edildi. Söhbət burada Xəzər xaqanlığından gedir. Cavabımız olur D variantı, Xəzər xaqanlığı. Müsəvilik 8-ci əsrdə qəbul olunub. Şərqi Avropada yaradılıb həmin dövlət, özü erkən orta əsrlərdir. Aşina soyuna mənsubdur. 2. Azərbaycan ərazisindəki ana xaqanlığının və istehsal təsərrüfatının mövcudluğu dövründə ibtidai cəmiyyətdə baş vermiş yenilikləri müəyyən edin. Əkinçilik, maldarlıq və sənətkarlıqla yanaşı hərbi iş əsas məşğuliyyətə çevrilmişdi. Burada hərbi iş son tuncdur. O vaxtda da uşaqlar bilirsiniz, ana xaqanlığı yoxdur. Ona görə biz biri çıxırıq. Əhalinin böyük hissəsi oturaq həyata keçmiş, müxtəlif sənət sahələri yaranmışdı. Neolit, düzdür. İkini götürürük. İnsanlar daşları deşməyi, cilalamağı öyrənmiş. Bu neolit, metal əməkatları da eneolit 2 və 3 doğrudur. Çünki bu dövrdə həm ana xaqanlığı var, həm də istehsal təsərrüfatı. Yeni insan tipi yarandı. Bu bilsizdə Neandertal. Heyvanlar əhləşmə başlandı. Mezolit səhvdir. Çünki onda ana xaqanlığı yox idi Neandertalda. Xış əkinçinin yaranması da bilirsiniz ki, Tunc dövrüdür. Ana xaqanlığa düşmür. Cavabımız B variantı qalır. Sonra 3-cü test tapşırığı deyir. Deyir 17-ci əsr tarixində aid ümumi cəhəti göstərin. 1 Rusiyadır, 2 Böyük Britaniya və 17-ci əsr. Deyir ki, Osmanlıya qarşı yaradılan Müqəddəs Birliyi adlı ittifaq qoşulmaları Rusiyaya aiddir, amma Böyük Britaniyaya aid deyil. Orada Avstriya, Polşa, Venesiya və Malta var idi. 2. Səfəvilər dövlətlə müqavilə imzalaması düzdür. Məsələn, burada var 2 Böyük Britaniya. İmzalamışdı 1621-ci il əbədi dostluq. 1 Rusiya, o da imzalamışdı bilirsiniz ki, deməli 17-ci əsrdə deməli baxaq, Rusiya sülh imzalayıb 1667-ci il ticarət sülhü. Cavabımız olur 2. Sonra 3-ə baxırıq. Deməli, parlamentli monarxiya sistemi bərqərar olunub. Bu 17-ci əsr İngiltərədədir. Parlamentli monarxiya 1689. Sənaye çevrilişinin başlanması, bu da İngiltərədə var 18-ci əsr. Rusiyaya aid deyil, Rusiya daha sonradır. Sonra deməli, müstəmləkəçi müharibələri apararaq ərazilərin genişləndirilməsi düzdür. Niyə? Çünki ingilislər 17-ci əsrdə Amerikada falan koloniyalar tutdu və ərazisini genişləndirdi. Ruslar da ki, Şimal müharibəsində Baltik dənizinə çıxış əldə etdi. Sonra Kiçik Qaynarca, Yassı və yaxud da Krım 1780, yox 17-ci əsr soruşursa, deməli biz nəyə deyə bilərik? Yenə Ruslar 17-ci əsr sərhədlərini genişləndirmişdir. Respospolita ilə İsveçrə müharibələri var idi. Cavabımız olur 2 və 5 C variantı. Afrin dəniz ittifaqı dağıldı. Yunanistan təsərrüfat həyatına böyük zərbə vuruldu. Şəhər dövlətləri zəiflədi. Bu bilsiz nəyin nəticəsidir? Deməli uşaqlar, Afina Sparta müharibəsinin 431-də başlayıb 404-də bitib. Yəni cavabımız olur D variantı. Sonra 5-ci testə baxırıq. Deyir, Vaşinqton konfransında ABŞ, İngiltərə, Fransa, Yaponiya arasında 4 dövlət müqaviləsi imzalandı. Söhbət 1921-22-dən gedir. Müqavilə tərəflərin Sakit Okean bölgəsindəki mülklərinin tanınması və müdafiəsi nəzərdə tuturdu. Konfransa dəniz silahları məhdudlaşdırılması haqqında müqavilə də var idi. Nəticədə 1. Almaniyanın müstəmləkələri mandat rejimi adı altında qalib dövlətlərə verildi. Bu uşaqlar Paris Sülh Konfransından sonra 19-cu il. Yəni Vaşinqtondan əvvəl olmuş hadisədir. 2. İngiltərə dəniz üstünlüyünü ABŞ ilə bölüşdü, düzdür. Götürürük. 3. ABŞ təcridçilik siyasətini imtina etdi, səhv fikirdir. 4. Yaponiyanın Sakit Okeandakı fəaliyyəti məhdudlaşdırıldı, düzdür. 2 və 4 cavabımız olur Y bəndi. Yaponiya millət əcəmindən çıxdı, o da 1933-cü illədir. Ona görə yanlışdır, cavabımız olur Y bəndi. Sonra Yaponiyanın 20-ci əsrin 50-ci illəri soruşulur. Yeni konstitusiyanın qəbul olunması 1947-dir, səhvdir. ABŞ qoşunları tərəfindən işğal edilməsi, o da səhvdir, çünki o müharibə dövründədir. Silahlı qüvvələrin ləğv edilməsi ya səhv fikirdir. Yaponiya iqtisadi möcüzəsinin baş verməsi düzdür, 50-ci illər cavab D-dir. Hiroşima və Nagasakiyə atom bombasındakı müharibə dövründədir. Cavabımız oldu D variantı. 7-ci sual. Cənubi Azərbaycan 1-ci Dünya müharibəsində
dövründə tarixinə aid deyil. Xiyabaninin başçılıq etdiyi milli hökumətin yaradılması 1920-ci ildir, iyun ayıdır. Onda birinci müharibəsi yoxdur. Cavabımız A-dır. Rus ordusunun Təbrizi tutması 1915-dir. Sarıqamış döyüşü düzdür. Milli Azadlıq hərəkatı başlayıb 1917-ci il düzdür. Dünya müharibəsinə düşür. Dövrünə yəni. Aysor və ermənilərin Urmi bəlası kimi tarixə daxil olan soyqırım törətməsi 1918-ci ildir, mart soyqırımı. Bu da həmin Dünya müharibəsi illərinə aiddir. Mart ayında oldu daha doğrusu Urmi bəlası soyqırımı. Müharibə aparan dövlətlərin döyüş meydana çevrilməsi də düzdür. Yəni Sarıqamışda Rusiya və Osmanlı. Ona görə cavabımız olur A variantı. Milli hökumət ilk dəfə Cənubi Azərbaycanda 20-ci ildə yaradılıb. Elə ilk dəfə muxtariyyət tələbi də 1917 Xiyabanidə idi. 8-ci sual. Atropatena dövləti eradan və 1-ci əsr Albaniya eramızın 2-ci əsr taxılına oxşarlıq. Alan tayfaları səhvdir. Çünki Alan tayfaların yürüşü bizim eramızdır. Bu 1-ci əsrə düşə bilməz eradan əvvəl. Sasani dövlətinin tərkibə qatılması bu vaxt Sasani dövləti də yoxdur. Ona görə səhv fikirdir. Roma imperiyası ilə diplomatik münasibət saxlaması düzdür. Atropatena eradan əvvəl 1-ci əsrdə, bəli, Oktavian tərəfindən hətta hakimiyyətə gətirilmişdi. Artabazdın oğlu Ariobardan. Albaniyadakı Adrian əlaqə saxlayıb eramızın 2-ci əsri. Cavab olur C bəndi. Parfiya dövləti ilə mübarizə aparmaları səhvdir. Albaniyaya aid deyil. Sonra Parfiya, yəni həmin 2-ci əsrdə aid deyil. Parfiya Roma müharibələrində Parfiyanın müttəfiq kimi çıxış etməsi o da Atropatenaya aiddir, Albaniyaya aid deyil. 9-cu sual deyir, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1919-cu ilin yayında ölkənin təhlükəsizliyini təmin etmək üçün 19-cu ilin yayında. Gəlin baxaq. Əlahiddə Azərbaycan korpusu yaradılıb 18-ci ilin iyun ayı səhvdir. Qarabağ general qubernatorunu təsis etmək haqqında qərar qəbul edib düzdür 19-cu il. Amma yayında deyil də, yanvar ayındadır. Sonra Batumda Osmanlı dövləti ilə hərbi yardım nəzərdə tutan müqavilə 18-ci il səhvdir. Gürcüstanla hərbi müqavilə imzalayıb, bəli, 19-cu ilin yayı cavab D-dir. Orada hərbi şura da var. Sonra Naxçıvan general qüvvəti 19-dadır, amma fevral ayı. 10-cu sual. Fransa-Prusiya müharibəsi. Söhbət 1870-71-dən gedir uşaqlar. Fransa üçün nəticəsi nə oldu? İkinci imperiya devrildi, bəli, 1852-də yaradılmışdı, 70-də süqut etdi. Bismarck tərəfindən Fransanın təcrid edilməsi siyasətinə son qoyuldu. Bu müharibədən əvvəl son qoyuldu, dehücum oldu, ona görə səhvdir. Elzas və Lotoringiya vilayəti itirildi, düzdür. Cavabımız olur 1, A və C variantı. Prusiya üçün nəticəsi nə oldu? Avstriyanın daxil olmadığı Şimali Almaniya İttifaqı yaradıldı. Bu 66-dır, səhvdir. Sənaye çevrilişi səhvdir. Almaniya birləşdirməsi başladı, düzdür. 1871-ci ildə Almaniya Vahidada birləşdi. Deməli, Prusiya aid oldu, 2-yə aid oldu C variantı. Fransa 1-ə də aid oldu. Deməli, nə dedik? İkinci imperiya devrildi A, bir də C. Cavabımız oldu Y variantı. Sonra 10-cu suala baxırıq. Deyir ki, uyğunluq pozulmuşdur. Qoşa minarə Naxçıvandadır, bəli. Əlincə qalası Naxçıvandadır, bəli. 5-i çıxırıq. Gürcüstan türbəsi Şamaxıda. Şamaxıda Gürcüstan qalasıdır. Bu səhvdir. Elə bunu götürürük 4. Çünki uyğunluq pozulub burada. Sonra Şirvanşahlar sarayıdakı bizdə Bakıdadır. Sonra Şah Abbas məscidi Gəncədədir, bəli. Sərdar sarayı 18-ci əsr İrəvandadır, səhvdir. Cavab olur 3-4, yəni B variantı. Göy məscid 15-ci əsr Təbrizdə, Qeysəriyyə Təbrizdə, Qız qalası Bakıda, 12-ci əsr Bayıl qalası 13-14 Bakıda. 3-4 cavab B variantıdır. Qədim Hindistan eradan əvvəl 2-ci əsrin əvvəlləri və qədim Çin 3-cü əsrin əvvəlləri. Hunlarla mübarizə aparılması səhvdir. Buddizm Hindistandır. Dünya ticarət yolları yox. Burada cavab xırda dövlətlərin parçalanmasıdır. Niyə? Eradan əvvəl 2-ci əsr 180-ci il Mariya Suaski getdi hakimiyyətdən parçalandı. 3-cü əsrin əvvəllərində Xan Suasi hakimiyyətdən devrildi və parçalandı. Cavab olur D variantı. 13-cü sual. Monqolların Azərbaycan yürüşləri. 1-ci yürüş, 2-ci yürüş. Azərbaycan işğalına başa çatdırılması aiddir 1200, deməli 39-cu il. Bu da düşür Monqolların Azərbaycan 2-ci yürüşü. 2-yə aid A variantı. Gəncə şəhərinin işğalçılara ciddi müqavimət göstərməsi hər ikisində var. 3-ə aiddir B bəndi.
Azərbaycanın Elxana dövlət tərkibinə qatılması heç biri 3-cü yürüşün nəticəsidir. Monqolların Təbrizi tutması 2-ci yürüşün nəticəsidir. 1231-39. Sonra Təbriz və Gəncə şəhərinin Monqollara xərac ödəyərək dağıntıdan xilas olmasındakı 1-ci yürüşün nəticəsinə aiddir. Bildinizmi? Sonra deməli baxırıq burdan deməli burada cavabımız oldu D variantı. 1 Y, 2 deməli A, D, 3 B. Cavab olur D variantı. Sonra 14-cü test. İkinci Rus-Qacar müharibəsi dövrünə aiddir. 1826-28. Səlim xanın Şəkidə üsyan qaldırması 1806, bu birinciyə aiddir, səhvdir. Qarababa döyüşü baş verib 1809, bu da birinciyə aiddir. Bakı xanlığında komendantlıq yaradılıb 1806, bu da səhvdir. Rus qoşunları Urmiya və Ərdəbili işğal edib 1828, bu da deməli aiddir, doğrudur, cavabımız D-dir. Qubada əyalət şurasının yaradılması 1806, bu da birinciyə aiddir. Sonra 15-i də izah edim uşaqlar, sonra söndürək, növbətdə yenə qoşacağam. Deməli, deyir, səhv nəticə əlaqənin doğru verdiyi cavabı tapın. 17-ci əsrin ortalarında rusların Səfəvi sərhədləri yaxınlığında qalalar inşa etməsi 1653. Terek çayı boyunca yaradılan Rus hərbi məskəninin dağıdılması düzdür və münaqişəyə səbəb olub 53-62. 1. Avropada manufaktura məhsullarının istehsalı artdı. Azərbaycanın Avropaya ipək və sənətkarlıq məhsullarının ixracı artdı, yox, əksinə azaldı. Çünki Avropada manufaktura var idi, bizdə yox idi. 1717-ci ildə Rusiya Səfəvi müqaviləsi İngilislərin Volqa-Xəzər ticarət yolundan istifadəsi son qoydu. Bu da yanlış fikirdir. Burada biz ki, Rus tacirə imtiyazlar verilib. Şah Sultan Hüseyn. İpək yolunun öz əhəmiyyətini itirməsi və ənənəvi ticarət əlaqələrinin zəifləməsi Səfəvi dövlətində ağır iqtisadi böhranın baş verməsi düzdür. Cavab 1-dir, 4-dür. Bir də 5-dir. Süleymanın Rusiya dövləti ilə müqavilə imzalaması 1667. Rusiyanın Azərbaycan ipəyini Avropaya daşıma hüququ qazanması düzdür. Cavab olur 1, deməli, sonra oldu 4, 5. Yəni cavabımız oldu C variantı. Bəli, deməli 16-cı suala baxırıq. Yazıb ki, Cənubu baxırıq bir dəqiqə. Səsini də açdım. Deməli, 16-cı suala baxırıq. Yazıb Cənubi Qafqazda ərəb canişinlərinin mərkəzi olmuşlar. Biz sizdə birinci Dəbil olub, bura Dəbildə Göyçə gölünün yanı. Xilafətin zəiflədiyi dövrdə ərazilərində müstəqil və yarım müstəqil əmirlik, bu Bərdədir. Cavab 2-dir, 1 və 2-dir, yəni cavabımız Y-dir. Aid olduğu şəhərləri göstərin. Cavab oldu Bərdə və Dəbil ərəb canişinlərinin mərkəzi olub və hətta Bərdədə müstəqil əmirlik də olub. Bizdə məziyyədilər. 8-ci əsr. Sonra baxırıq 17-ci suala. Deyir, Böyük Monqol və Teymurlar dövləti üçün ümumi cəhəti müəyyən edin. 1. Cənubi Qafqaz və Mərkəzi Asiyanın işğal edilməsi düzdür. Hər ikisinə aiddir. Biri götürürük. Abbasilərin asıla salınması Teymura aid deyil, səhvdir. Abbasilərin asıla salınması Monqola da aid deyil. Rus knyazlığının tabe edilməsi də Teymurlara aid deyil, amma Monqola aiddir. Dehli Sultanlığı üzərinə yürüş edilməsi düzdür. Deməli, Dehli Sultanlığı üzərinə yürüş Monqollar edib, Teymurlərdə 1398. Cavabımız olur 1 və 4 A bəndi. Qızıl Ordu və Osmanlı dövləti ilə müharibə aparması Osmanlıya görə burada deməli səhvdir. Çünki Böyük Monqol Osmanlılarla mübarizə aparmayıb. Sonra 18-ci suala baxırıq. Deyir, uyğunluq pozulmuşdur. İngiltərədə iri feodallara qarşı geniş, cəngavər, şəhərli və azad kəndlilərə məhdud hüquqlar verilib Böyük Azadlıq Xartiyası ilə düzdür. 1215. B variantı. İngiltərə Avropanın ən güclü dövlətlərindən birinə çevrilib, İspaniya üzərinə qələbədən sonra bəli, 1588-ci il. Almaniyada Katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul olunub. Bəli, Augsburg ilə 1555-ci il düzdür. Katolik parçalanıb. Yəni xristianlıq biz 1054-də parçalanıb. D bəndi. Səlibçilər Araq dənizinin şərq sahillərindəki müsəlman torpaqlarını ələ keçirib yaratdılar Latın imperiyası. Burada səhv nədir uşaqlar? Burada deməli, Araq dənizinin şərq sahillərində müsəlman torpaqları yox, Bizansın torpaqlarını tutmuşlar, yəni xristian. Bizdə ora sonradan müsəlman torpaqları olub. Cavab buna görə D variantı olur. Yəni, Kordova xilafəti 11-ci yüzilin əvvəllərinə əmirliklərə parçalandı, düzdür və Rekonkist hərəkət başlandı. 11-15 doğrudur. Doğru cavabımız burada uyğunluq pozulmuşdur, D variantıdır. Sonra 19-cu test.
Qadisiyə döyüşündən fərqli olaraq Dizrav döyüşü. Birisi 636-da Qadisiyə olub, 371-ci ildə Dizrav olub. Sasani qoşunları məğlub olmuşdur. Qadisiyədə də onsuz məğlub olub. Bu fərq deyil. Ona görə səhvdir. Albanlar Romalılara qarşı vuruşmuşlar. Albanlar Romalılara qarşı vuruşmuşlar. Bəli, bu Dizrav döyüşündə Romaya qarşıdır. Qadisiyə də ərəblərə qarşıdır. Sonra cavab B-dir. Roma imperiyası qoşunları məğlub olmuşdur. Dizrav döyüşündə qalib olub. Alban Sasani qoşunları qalib olmuşdur. Dizrav döyüşündə məğlub olub. Alban qoşunları iştirak etmişdir. Bu da fərq deyil, ortaq cəhətdir. Ona görə cavabımız olur B variantı. 20-ci test deyir, mətni oxuyun və tamamlayın. 19-cu yüzilin ikinci yarısında Şimali Azərbaycanda kapitalist münasibətlərin inkişaf edir, şəhər əhalisi sürətlə artır. Şəhərlər sənaye və ticarət mərkəzlərinə çevrilir. Tacir və sənayeçilər ictimai-siyasi proseslərdə iştirak etməyi tələb edirdilər. Formalaşmaqda olan burjuaziya təbəqəsinin cəmiyyətin həyatının idarə olunmasında iştirakına şərait yaratmaq üçün, yəni cəmiyyətin həyatının idarə olunmasında, burada belə deyək, burjuaziya təbəqəsi cəmiyyət həyatının idarə olunmasına iştirak etməsi üçün görək nə olub. A bəndi. Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə mülkədarlar kəndlər üzrə polis və məhkəmə hüququ. Uşaqlar, 1865-ci ildə kənd cəmiyyəti haqqında qanunda bəy və ağalar kəndlər üzrə polis və məhkəmə hüququndan məhrum olunur. Ona görə, amma burada bu başqa məsələni soruşmaq istəyir. Sonra B bəndi deyir, 2-ci Aleksandr təhkimçi hüququnun ləğvi haqqında əsaslanır. Biraz testin quruluşunda problem görürəm mən. Bu səhvdir, bu Rusiyaya aiddir, 1861-ci il. Məhkəmə və şəhər islahatı keçirildi, düzdür. 19-cu əsrin ikinci yarısıdır. 66 məhkəmədir, 78 şəhərdir, biz Bakı şəhər, İrəvan şəhər islahatı. Ona görə cavabımız C götürülür. İkinci Nikolay uşaqlar bu 20-ci əsrin əvvəllərindədir. Manifest imzaladı Duma ilə bağlı 1905, bu səhvdir. Cənubi Qafqaz quberniyalarının feodal asılı münasibətlərinin ləğv olunması, feodal asılı münasibətlər 1870-də ləğv olunub. Ona görə bu da səhvdir. Burada islahatları nəzərdə tutub cavab olur C variantı. Sonra 21-ci sual. 1940 və 80-ci illər Azərbaycan SSR-də yeni konstitusiyaya qüvvəyə mindi. Səhvdir. Bizdə konstitusiyamız 21, 37 və 78-dir. B bəndi. Azərbaycanlılar Ermənistan SSR-dən kütləvi deportasiya edildi. Düzdür. 48-dən 53, 88-dən 91 cavab B-dir. Müstəqillik meylləri gözlənilir. 40-cı illər səhvdir. Latin qrafikləri yeni əlifba 29-cu ildir, yəni səhvdir. Metropoliten yeni stansiyası da 40-cı illərdə yoxdur. İlk metropoliten 67 dəfələrdə başlayıb. 22-ci sual. Qisas əməliyyatı soruşulur. Uşaqlar, bax, qanunsuz erməni birləşmələri Qarabağ iqtisadi rayonlarına tamamilə çıxarıldı. Bu anterror nəticəsidir. Laçın rayon mərkəzi 1 dekabr 20-ci il, bu səhvdir. Ağdam-Xankəndi yolunun fəaliyyəti təhlükəsiz təmin olundu. Bu daha sonradır. Azərbaycan ordusu Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan istiqamətində düşmən təxribatının qarşısı alındı, yox. Deməli, sentyabrdır bu da. Qarabağ silsiləsində yerləşən Sarıbaba və digər yüksəklər ordumuzun nəzarətindən keçdi, düzdür. Cavabımız olur Y bəndi. 16-cı əsrdə Xorasan uğrunda mübarizə aparan dövlətləri müəyyən edin. Deməli, uşaqlar, 16-cı əsrdə Xorasan uğrunda mübarizə aparıb Səfəvilərin 510, Şeybanilər mübarizə aparıb belə Səfəvilərlə, bir də Teymurlərlə müharibə aparıblar da, son qoydular hətta varlıqlarına Şeybanilər, Teymurlərlə. Cavabımız olur 2, 3, 5. Sonra 24-cü sual. Xəritədə rəqəmlə göstərilən ərazilərin 19-cu əsrin 30-40-cı illərinə aid ümumi cəhət. 1. Birisinin Şəkidir, 2 isə Lənkərandır, 30-40-cı illəri soruşulur. Baxın, deyir ki, burada Rusiya tərəfindən xanlıq idarə üsulunun ləğv olunması, bizim 30-40-da heç bir xanlığımız yoxdur, ona görə səhvdir. İşğal rejiminə qarşı üsyanların baş verməsi düzdür. Şəki üsyanı 38, Lənkəran 31. İkini götürürük. Müsəlman əyalətlər rəisinin tərkibində olmaları. Biz sizdə düzdür. Qarabağ, Şəki, Lənkəran, Şirvan düz idi, yəni tərkibində idi. Cavab 2-dir, 3-dür. Sonra Xəzər vilayətinin qəzalarda olması düzdür. Gürcüstana yox, Xəzərə daxil idi həmin ərazilər. 2, 3, 4. Şamaxı quberniyasının ləğv edilməsi də 1859-dur, ona görə səhvdir, 30-40 soruşur. Cavabımız olur 2, 3, 4. 25-ci sual. Rəbbadilər dövlətinin 11-ci əsr tarixinə aiddir. Araz çayı üzərində Xudafərin köprüsünü Şəddadilər dövləti inşa etdirib deyə səhvdir.
Sultan Toğrulun Təbrizi tutması 1054-dür. Əvvadilər dövlətinə düşür, götürür 2-ni. Slaviyalıların Qaraçı yürüşü səhvdir. Dərbəddən Zəncana qədər bütün Azəm torpaqlarını əhatə etməsi, bu da sazilər səhvdir. Oğuz tayfalarının məskunlaşması 11-ci əsr düzdür. Cavab 5-dir, bir də 2-dir. 2 və 5-dir. Sonra 26-ya baxırıq. Xronoloji ardıcılığı deyir, müəyyən edin. Bax, Şuşa bəyannaməsi 2021-ci il iyun ayı. Qoşulmama hərəkatının tam hüquqi üzvü 2011-də olmuşuq. Azərbaycan Respublikasının prezidenti Avropa üçün Paris xəritəsini imzalayıb 93-cü ildə. 3, 2 və 1-dir cavab. 27-ci sual. 1-ci Süleyman, 2-ci Səlim uyğunluğu deyir, tapın. Kipr adasını fəth edib 2-ci Səlim 1560-ın sonları, 69 düzdür. 2-yə aid A bəndi. Səfəvilər və Misir Məmlükləri dövlətlə müharibə aparan 1-ci Səlimdir, yoxdur burada. Korsik adasının tutulmasında Fransaya 1535-də kömək edən Süleymandır. 1-ə aiddir C bəndi. Osmanlı tarixində ilk dəfə özünü bütün müsəlman İslam dünyasının xəlifəsi adlanan Səlimdir. Onun 1-ci Səlimdir, yəni bu 2-ci Səlim deyil, ona görə bu da səhv. Osmanlı donanmasının İndoneziya müsəlmanlarına köməyə göndərməsi, bəli, o da aiddir yenə 2-ci Səlimə 1571 və 60-ın sonları. Cavab olur 1 C, 2 A-dan Y variantı. Sonra baxırıq burada uşaqlar situasiyaya. Situasiyada görülür burada 1461 çox sadə qoyulub biraz. Trabzon məsələsindən danışır. 2-ci Mehmedin Trabzon tutmasından. Şərtlərə baxsaq mətnə baxmaq lazım deyil. Mənbədə göstərilən dövrdə tərəflər arasında baş vermiş döyüşü müəyyən edərək yazın. Qoylu-Hisar döyüşü 1461 yazırıq bura Qoylu-Hisar. Sara Xatunun 2-ci Mehmedlə danışıqlarda nail olmaq istədiyi 2 məqsədini yazın. Məqsəd nə idi? 1. Trabzon üzərinə Osmanlıların hücumlarının fikrindən daşındırmaq və yəni Trabzon süqutunun qarşısını almaq. Bir də ki, deməli, Ağqoyun üzərinə hücumlarının qarşısını almaq. Yəni, Ağqoyun üzərinə hücum etmək fikrindən döndərə bilsə də, Trabzondan döndərə bilməmişdi. 30. Trabzonun Osmanlı tərəfindən fəthinin Ağqoyunlu bəyliyi üçün 2 nəticəsini yazın. Heç nə uşaqlar, nəticəsi nə oldu? Ağqoyunlu bəyliyinin Avropaya çıxışı, Qaradənizdəki müttəfiqlər əlaqəsi kəsildi və ticarət əlaqələrinə ağır zərbə vuruldu. Yəni, belə yazsanız kifayət edir.